Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı əbədi minnətdarlığa layiqdir. Heydər Əliyev, Azərbaycan xalqının ümumilli lideri. Gəncə ziyalıları dahi mütəfəkkir Nizami Gəncəvinin anım günündə, martın 12-sində onun məqbərəsini ziyarət ediblər. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin əməkdaşları bu əlamətdar tarixlə bağlı yüzlərlə, minlərlə kilometr məsafələri birləşdirərək keçiriləcək Nizami ruhlu görüşün bütün iştirakçıları adından da bu böyük bəşəri nizamçının uca məqamına salam dualar çatdırıblar. Hörmətli qonaqlar, əziz tədbir iştirakçıları, mən sizləri Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri Nizami Gəncəvi və Gəncə Beynəlxalq Konfransında salamlayır və konfransın fəaliyyətinə uğurlar arzulayıram. Əziz konfrans iştirakçıları, biz ilk olaraq konfransın proqramına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin əməkdaşları ilə Nizami Gəncəvinin məqbərəsinə gəldik və Nizami Gəncəvinin məqbərəsini biz gül çiçəklərlə ziyarət etdik. Bu ərazi Nizami Gəncəvinin tarixi dədə-baba yurdudur. Ən qədim əlyazmalar, təzkirələr sübut edir ki, Nizami Gəncəvi Gəncədən dünya poeziyasına doğan günəşdir. Məhəmməd Öfü, Zəkəriyyə Qəzvini, Əbdülrəşid Bakuvi kimi, Əlşər Navai kimi Şərqin böyük mütəfəkkirləri Nizami Gəncəvidən bəhs edərkən məhz onun Türk dünyasının böyük mütəfəkkiri olduğunu dəfələrlə öz əsərlərində bəyan etmişlər. Tarixin bütün dövrlərində Azərbaycan xalqı, Azərbaycanın görkəmli ziyalıları Nizami Gəncəvinin irsini tədqiq ediblər, araşdırıblar. Xüsusilə də Azərbaycan nizamşünaslığı sistemli olaraq 20-ci əsrin 20-ci illərindən nizamşünaslığın Azərbaycanda ilkin təməlləri atılsa da, sistemli fundamental nizami tədqiqatlarına Azərbaycanda 40-cı illərdən başlanılmışdır. Həmin dövrdə Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycanın görkəmli elm xadimləri, şairləri daha mütəfəkkirin əsərlərini Azərbaycan dilinə tərcümə ediblər. Eyni zamanda fundamental monoqrafiyalar ərsəyə gətiriblər. Azərbaycan nizamşünaslığının ən intibah dövrü, çiçəklənmə dövrü Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının, irsinin, onun məqbərəsinin qorunması və inkişaf etdirilməsi ilə bağlı, irsinin öyrənilməsi ilə bağlı imzaladığı tarixi qərarlar Azərbaycan nizamşünaslığının tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi irsi ilə bağlı müəyyənləşdirdiyi strateji yol xəttini daha da inkişaf etdirərək tarixi nailiyyətlərə imza atmışdır. Möhtərəm prezidentimizin sərəncamı ilə Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam işığında fəaliyyətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin himayəsi altında 2013-cü ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həyata keçirdiyi
qlobal başı forumları Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin dünyada daha da geniş təbliğinə dair, eyni zamanda onun əsərlərinin dünya dillərinə tərcümə edilməsi, daha mütəfəkkir haqqında sərgilərin təşkil edilməsi Azərbaycan nizamşünaslığının tarixində əldə edilən ən böyük nailiyyətlərdən biridir. 2021-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi, eyni zamanda Nizami Gəncəvi ili elan edilməsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının klassik irzimizə, Azərbaycan ədəbiyyatına böyük diqqət və qayğısının göstəricilərindən biridir. The tomb and the mausoleum of Nizami Ganjavi have always been one of the sacred places visited by Azerbaijani people. The area where the grave and the mausoleum of the great thinker are located historically and nowadays has been called as Sheikh Plain or Sheikh Plain. Various tombs and monuments have been constructed on the grave of Nizami Ganjavi in different periods of history. Systematic activity related to the study and the preservation of the heritage and the mausoleum of Nizami Ganjavi in Azerbaijan is associated with the name of the national leader of Azerbaijani people, Heydər Əliyev, as well as İlham Əliyev. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı tarixi mənbələr və tədqiqatlar onu türk əsilli şair kimi təsdiqləyir. İran alimi Barat Zəncani açıq şəkildə bildirirdi ki, Gəncə əhalisinin dili türk dili və Nizami də türkcə şeirlər yazmışdır. Burada şək şübhə ola bilməz. Bundan başqa Nizaminin babası Zəki Müəyyəddin Oğuz türklərinin Boz Ox qolundan çıxmış nüfuzlu bir bəyzadə idi. O, Səlcuqlar sarayına yaxın bir şəxs olmuş və Müəyyəddin tituluna layiq görülmüşdü. Nizami Gəncəvinin atası Yusif Gəncədə hörmətli bir şəxs idi və şairin təhsil almasında mühüm rol oynamışdı. Şairin atası barəsində İran alimi Səid Nəfisi qeyd edirdi ki, bir çox təzkirəçilər Nizaminin atasının da Gəncədə doğulduğunu təsdiq edirlər. Anası Rəisə xanım əsil nəcabətli türk ailəsindən idi və Gəncədə dünyaya göz açmışdı. Bütün bu tarixi mənbələr Nizaminin türk kimliyinin inkar olunmaz sübutudur. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Həzihil muntaqa turaf bi ismi Şıx düzü. Haysu yaqa Darihu şair el-Azerbaycani el-azime Nizami Gəncəvi və bil-qurbi minhu tucad qubur valideyh. Takisu hazihil qubur irtibat el-şair el-vasiqa bihazihil ard. Muakkide ennehu vulida fi medine Gəncə və nəşə fiha hatta belaga əşuddah və yuaddu vücuduha fi hazal mekan dalilan vadihan ala usulihi Türkiye. Historical sources and scholarly research confirm that Nizami Ganjavi was of Turkic origin. The Iranian scholar Barat Zanjani explicitly stated that the language of the people of Ganja was Turkic, and Nizami also wrote poetry in Turkic. There can be no doubt about this. Furthermore, Nizami's grandfather, Zeki Muayyad al-Din, was a distinguished noble from the Bozok branch of the Oghuz Turks. He was closely associated with the Seljuk court and was honored with the title Muayyad al-Din. Nizami's father, Yusuf, was a respected figure in Ganja and played a crucial role in the poet's education. Regarding his father's background, the Iranian scholar Said Nafisi
noted that many biographers confirm Yusuf's birth in Ganja. Nizami's mother, who was noble Turkic descent, was also born in Ganja. This area, known as Sheikh Duzi, is the burial site of the great Azerbaijani poet Nizami Ganjavi. In close proximity to his mausoleum, the graves of his father and mother can be found. The presence of these graves at this site unequivocally confirms that Nizami was of Turkic descent, was born and raised in the city of Ganja, and developed his literary genius in this city. نظامی گنجوی در لیل و مجنون نام پدر بزرگش را آورده است. گر شد پدرم به سند جد، یوسف پسر زکی معید. با دور بداوری چه کوشم، دور است نجوی چون خروشم. شاعر هم در شعر لیل و مجنون از عمویش خواجه عمر با عشق یاد کرده است. خواجه عمر که خاله من بود، خالی شدنش و بال من بود. نال طلق من کنم، ترهای گلویم با نال گرفتار شد. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələn tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar şairin vətəni Gəncədə məqbərənin qarşısında Nizami Gəncəvi muzeyinin yaradılması nəzərdə tutulmuşdur. Nizami Gəncəvi muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanılmış, 2014-cü ilin yanvarın 21-də dövlət başçısının Gəncəyə növbəti səfəri zamanı muzeyin açılışı olmuşdur. Muzeyin Nizami məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqqında geniş məlumat öyrənməyə imkan yaradır. Orijinal layihə əsasında tikilən muzeyin binası zirzəmidən və 3 mərtəbədən ibarətdir. Muzeyə qısa zaman ərzində olduqca dəyərli sənət nümunələri və əşyalar toplanmışdır. Burada 636 eksponat vardır ki, bunların 425-i ekspozisiyada nümayiş olunur. Muzeydə şairin Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya kitabxanalarında, Misirin İskəndəriyyə kitabxanası, Fransanın Strasburg kitabxanası, Amerika Birləşmiş Ştatlarının Metropoliten Muzeyində qorunan nadir xəmsə əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət güşə yaradılmışdır. Muzeyin sərgi salonunda Azərbaycanın görkəmli heykəltaraş və rəssamlarının müxtəlif materiallardan, fərqli üslublarda hazırlanmış qiymətli sənət nümunələri nümayiş olunur. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi bu muzeydə Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tətbiq olunması ilə bağlı sərəncam və qərarları, eyni zamanda dahi şairin 800, 840, 870 illik yubileyləri münasibəti ilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Nizami irsinin daim aktual olduğunu nəzərə alaraq, hazırki mərhələdə Respublikamızda gənc nizamşünas kadrların yetişdirilməsi, şairin əsərlərinin müxtəlif dillərə tərcümə olunması, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində mühüm əhəmiyyət daşıyır. The construction of the Nizami Ganjavi Museum started in late 2012. On January 24th in 2014, during the next visit of the President of Azerbaijan to Ganja, the opening ceremony of the museum built by the Heydar Aliyev Foundation was launched. There are 636 exhibits here, 425 of which are on display. Also, there is a corner that has been created in the museum consisting of originals and copies of the poet's rare Kamsa manuscripts and miniatures preserved in the national libraries of Austria, Russia, Germany, Great Britain, the Library of Alexandria in Egypt, the Strasbourg Library in France, and the Metropolitan Museum in the United States. The museum exhibition hall displays valuable works of art made from various materials in different styles by prominent sculptors and artists of Azerbaijan. The museum
houses exhibits reflecting the rich heritage of Nizami Ganjavi. Furthermore, the decrees and decisions of the great leader Heydar Aliyev and Mr. President Ilham Aliyev on celebrating Nizami Ganjavi's anniversaries, restoring his mausoleum and translating, studying his works. Moreover, books and monographs published on the occasion of 800s, 840s and 870s anniversaries of the great poet are exhibited here.